Adamlar və qadınlar, qadın sözümə baxması döyəcəm ifadələri Audiovizual Şuraya görə fikir azadlığı imiş. Sizcə bu fikir azadlığıdır? Ona görə yaş fərqi biraz olmalıdır ki, Çəkilsin. Sözünə baxmasa döyəcəm. Məktəbə baxmayın. Yoxsa bu? Son 100 ildə qadın adama rəqib kimi baxa bildi. O rəqib kimi baxıb inkişaf edə bildi. Amma adam qadına rəqib kimi baxa bilmir. Heç vaxt biz qadına rəqib kimi baxa bilmirik. Ona görə qadınların çarəsi bizim qulaqlarımızda həmişə cingildəyir. Bildiyiniz kimi aktyor Əlbəy Məmmədlinin ATV kanalında yayımlanan rəngarəng verilişində qadınlara qarşı diskriminativ ifadələr işlətməsi və həmin verilişdə qadınlara qarşı zorakılığı normallaşdıran ifadələrin səsləndirilməsi ilə bağlı video təhlil paylaşmış və Audiovizual Şuraya müraciət ünvanlamışdıq. Bizim video təhlilimizdən sonra ATV kanalında rəngarəng verilişinin bağlanması ilə bağlı məlumatlar yayıldı. Həmçinin aktyor Əlbəy Məmmədlinin Azərbaycan Dövlət Mahnı Teatrında Adamlar və Qadınlar adlı stand-up show proqramının keçirilməsi ilə bağlı məlumatların yayılmasına dair video təhlil yayınlamış və Mədəniyyət Nazirliyinə və teatr rəhbərliyinə rəsmi müraciət göndərmişdik. İctimaiyyətin geniş müzakirəsinə baxmayaraq, Mədəniyyət Nazirliyi və teatr rəhbərliyinə müraciətlərimizə hələ də cavab gəlməsə də, tədbirin adı, tarixi və məkanın dəyişdirilməsinə dair yeni bir afişa yayımlanıb. Gördüyünüz kimi, tədbirin adı Adamlar və Qadınlardan Adəmlər və Həvvalara dəyişdirilib. Hər nə qədər müraciətlərimizə hələ də cavab verilməsə də, bu sizin rəyləriniz və birgə göndərdiyimiz müraciətlər sayəsindədir. Lakin Audiovizual Şura gender əsaslı diskriminativ ifadələrin televiziya efirindən rahatca səsləndirilməsi, hətta qadınların döyülməsi ilə bağlı ifadələri fikir azadlığı kimi əsaslandırmağa israrla davam edir. Yəni, dövlətin rəsmi blankında Konstitusiyanın 25-ci maddəsinə, media haqqında qanunun 14.1.3, 14.1.4 və 14.1.5-ci maddələrinə zidd olaraq bildirilir ki, adamlar və qadınlar ifadəsi, eləcə də qadın sözümə baxmasa döyərəm ifadələrin televiziya efirindən səsləndirilməsi fikir azadlığıdır. Bu isə təəccüblü deyil. Çünki Şuranın idarə heyətində onsuz da gender balansına riayət olunmayıb. Şuranın idarə heyətindən 7 üzvünün sadəcə biri qadındır. Və onlara yəqin elə gəlir ki, biz mediada səsləndirilən gender diskriminativ, qadınlara qarşı zorakılıq və nifrət nitqi ilə bağlı ifadələrə dair müraciət etdikdə, təqdim etdiyimiz faktların videolarına baxmayaraq, onlar bunu daima inkar etməlidirlər. Absurd olan isə budur ki, Azərbaycan dilinin qaydalarına zidd olaraq Audiovizual Şura adamlar və qadınlar ifadəsini fikir azadlığı kimi qiymətləndirdiyi halda, aktyor Əlbəy Məmmədlinin aprel ayında Azərbaycan Dövlət Mahnı Teatrında keçirilməsi nəzərdə tutulan Adamlar və Qadınlar stand-up show proqramı bizim Mədəniyyət Nazirliyi və teatr rəhbərinə müraciətimizdən sonra ləğv olunur, tamamilə yeni bir məkanda və fərqli bir adda keçiriləcəyinə dair afişa yayımlanır. O zaman belə bir sual yaranır. Sizcə niyə Audiovizual Şura Gender Media Watch-un müraciətlərinə davamlı olaraq inkar edici münasibət sərgiləyir?